Salamlar, kanalıma xoş gəlmisiniz. Çalışacağım bu kanalda öz həyat keyfiyyətimi artırmaq üçün attığım addımları, təcrübələri sizinlə paylaşım. Ümid edirəm faydalı olar. Deməli, elə indi bir tapşırıq eləyirdim. O tapşırığı istəyirəm sizlə paylaşım. Bu tapşırıq beyin təmizliyi də adlandırmaq olar. Deməli, tapşırığın məqsədi nədir? Bizim beynimiz belə işləyir ki, çox təəssüf ki, hər hansısa bir iş yarım qalanda və yaxud da ona biz xüsusi ad verməyəndə orada açıq fayl kimi qalır və artıq növbəti addımlarımızda, qərarlarımızda o fayl bizə biraz mane olur, çirklik yaradır. Ola bilər ki, bir fayl, iki fayl açıq qalsa bizi narahat eləməz, amma uzun müddətdə, məsələn, atıram 10-15 fayldan sonra artıq bayağı bir çox təəssüf ki, təsir eləyir. Burada elə indi özümdə açıq qalan fayllar yığılmışdı və mən bir qərar verməli idim və bu qərarı verməkdə artıq ehtiyac duydum bu beyin təmizliyinə. Hekayə üzərindən danışsam daha aydınlatıcı ola bilər. Universiteti təzə bitirmişdim və biraz o təşviş hamıda olduğu kimi məndə də var idi. Nə olacağam, hansı sahə üzrə davam eləyim və s. və s. Və qabağıma bir proqram çıxdı. Bu proqram işsizlər üçün nəzərdə tutulmuş dövlət proqramı idi. Hansı ki, bu proqrama müraciət edirdin, imtahan verirdin, müsahibə verirdin və sonda seçilirdin, qəbul alırdın. İstədiyin sahə üzrə orada ayrılmış bir neçə sahə vardı. HR, IT, qrafik dizayn və s. belə maliyyə, bir çox sahə var idi. Və bunu seçirdin, o sahə üzrə proqramı bitirirdin, həmin müddətdə minimal məbləğ ödənişi alırdın və sonra da intern kimi, balaca təcrübəçi kimi başlayırdın şirkətlərdə işləməyə, sonra da belə-belə yavaş-yavaş da öyrənə-öyrənə. Və mən də buna müraciət elədim HR sahəsi üzrə, çünki bu sahələr içində özümə yaxın hiss elədiyim buydu. Niyə? Çünki insanı tanıma hissəsi daha açıq desəm və mən də öyrənməyi, özümü öyrənməyi, insanları öyrənməyi xoşlayıram və dedim ki, mənə uyğun olan sahə bu olar. Və buna müraciət elədim, qəbul aldım, imtahanı keçdim, müsahibəni keçdim və başladım burada öyrənməyə, belə desəm. Sonra bir ay yarımını falan təxmini bitirmişdim ki, məşhur müğənnilərdən biri Azərbaycana gəlirdi və konsert təşkil edirdi burada. Hansı ki, bu konsertin də biletləri həmin dönəm üçün mənim üçün yüksək idi və burada belə bir vakansiya var idi. Konsertdə satıcı kassir olaraq çalışırdın, belə snack falan satırdın, su, belə şeylər. Həm də konsertdə iştirak edirdin və buna görə də sənə maaş da verilirdi və o dönəm üçün 80-90 belə bir maaş idi və mənim üçün yaxşı idi. Bir neçə saatlıq həm konsertdə olacağam, həm pul alacağam. Yəni bu çox ideal idi. Və mən bura müraciət etdim, burada davam eləyə. Və buradan da başladım işə. Konsert çox əla keçdi, hər şey çox əla idi. Zaten konsertin başında hamı nəsə alır, konsertin ortasında heç kim gəlib nəsə almırdı. Alsa da biz bir-birimizi əvəz edirdik, amma konsertdə də iştirak edirdik də. Və mən konsert bitdi, gəldim, yenə təlimlərə davam edirəm, öyrənirik, dərslər olur. İmtahana çox yaxın ərəfədir. Mənim aylıq maaşım vurulmalıdır. Bu ayın maaşı vurulmayıb da, həmişə də vaxtında vurulur. Və mən əlaqə saxladım ki, bəs mənim ödənişim ödənilməyib falan. Dedilər, siz artıq işsiz statusundan çıxmısınız. Və mən o qədər əziyyətim heyf oldu. Heyf olmadı əslində, yəni mənim beynimdə elə qaldı ki, heyf oldu. Və mən artıq diplomu alacağam, artıq bitirirəm falan, amma bir konsertə görə bunlar gedir, çünki mən artıq bir günlük də olsa, bir neçə saatlıq da olsa işsiz statusunda olmamışam və bu proqramda işsizlər üçündür. Və sonra da elə oldu ki, başqa bir işə getdim, sonra üstündən illər keçdi falan. Mən elə bilmişəm ki, mən bunu unutmuşam. Amma əslində isə unutmamışam. Beynimdə açıq fayl kimi qalıb, görəsən HR olsam necə olardı deyə. İndiki həyatımda məsələn bir seçim eləməliyəm və birdən ağlıma gəlir o ki, onsuz da də yarım qaldı, onu da yarım qoydun. Baxın, beyin onu algılamır ki, burada məndən asılı olmayan səbəblər var idi və ya necə deyim, mən orada əlimdən gələni eləmişdim. İndi marağım olsaydı təkrar davam edərdim, deməli başqa bir sahə daha çox diqqətimi çəkib və s. və s. Beyin direkt ona imza qoyur ki, sən onu yarım qoymusan da, fayl kimi qalıb orada.
Sən də oturub bunu artıq qərarlaşdırmalısan, beyninə açıq-açıq izah eləməlisən. Çünki o istəyir də, hər şeydən hesabat istəyir. Və məndə o açıq fayl kimi qalıb. 15-ci, 16-cı faylda artıq başlayır ki, onsuz da belədir də, sən yarım qoyursan, belə eləyirsən falan. Amma bu vaxtı mən suallar hazırladım. ChatGPT-nin və bir neçə kitabın köməkliyi ilə suallar ondan ibarət idi. Mən məsələn o yarım qalan faylda mən nəyi sınadım? Açırsan, yazırsan açıq. Yəni sənə hansısı daha rahatdırsa, elə adam var ona danışmaq rahatdır, elə adam var ona yazmaq rahatdır. Nəyi sınadım? Bunu sınadım. Bu misaldan desək, HR olmalı sınadım. Bu məndən asılı olmayan burada səbəblər var idi. Hə, var idi. Çünki mən həmin vaxt onu bilmirdim və bu proqramın da sadəcə işsizlər üçün olduğunu bilmirdim. Məndən asılı olmayan səbəb idi. Yəni mən onu öz məsuliyyətsizliyimdən dayandırmamışdım ya da öz maraqlarıma görə yarımçıq saxlamamışdım. Bu da ola bilər ha. Ya da nəyisə kəsilməmişdim, yəni necəsə səhv eləməmişdim də. Hal-hazırda bu mənim həyatıma təsir eləyirmi? Baxırsan ki, əslində yox, təsir eləmir. Sadəcə beynin çətinə düşən kimi onu da atır ortaya ki, da şikayətlənirsən, peşmanlıq hissi keçirirsən, pis olursansa buna da bir zəhmət ol. Biraz da pis ol. Yəni sən özünü qınadıqca, belə elədikcə daha da gedir də bu aşağı doğru. Bəhanələr tapır. Sən aydınlaşdırırsan ki, burada bunu eləməməli idim, elədim. Özünə qarşı demirəm, özünə yalandan de ki, sənin səhvin deyil idi, sən çox mükəmməl, super-puper insansan, dünya kötü bir yer. Elə bir şey demək istəmirəm. Bu ondan eyni şey deyil. Yəni sən özünə qarşı dürüst olursan. Və yaxud da ki, hə, burada bu səhvi elədim, falan addımı atdım. Mən araşdırmalıydım içində olduğum proqramı. Yaxşı buna yanaşmalıydım, ciddi yanaşmalıydım. Bunu bilmirdim həmin vaxt. Oturub onun dərdini çəkmək və yaxud da sən olsun beləsən deməklə nəyisə həll eləmirsən, özünü öldürsən, kəssən, doğrasan belə indiki anda onu dəyişə bilməsən artıq olub. Sənin özünə eləyəcəyin yaxşılığı olar ki, onu qəbul edərsən ki, mən bunu araşdırmalıydım, araşdırmadım, səhvim idi. İndi həyatımda məsələn bu sahə üzrə davam eləmək istəyirəm. Maksimum dərin suallar verirsən. Bu sahə üzrə davam etmək yox, bəlkə də sənə lazımdır deyil. Onda niyə bunu atmısan ortalığa, beynində düşünürsən? Və yaxud da hə eləmək istəyirəm. İndi nə edə bilərsən? Falan kursa yazıla bilərəm. Və yaxud da təhsilini ala bilərəm. Falan yerə. Yəni sən istəyirsənsə milyon dənə seçim var. Yəni hər yer seçimdir, hər şey seçimdir. Sən orada bəlkə də heç olmamalıymışsan, o da var. Yəni qısası demək istədiyim odur ki, bir şey baş verirsə, oturub artıq baş vermiş şey üçün heyfslənməyə, qınamağa ya da dünyanı günahlandırmağa, qohumunu, kimsə günahlandırmağa ehtiyac yoxdur. Yəni sən oturub qərar verməlisən ki, bu fayl açıqdır, mən bunu bağlamalıyam. Sənin beynində səni narahat edən nəsə varsa, onu da açıq yazmasan. Bunu belə oldu, belə oldu, belə oldu. Mən indi nə etmək istəyirəm? Hansı əlimdə seçimlər var, nə edə bilərəm? Bundan bir yol xəritəsi çəkirsən. Yəni bu dediyim sadə bir misal idi. Onlarla belə şeylər yaşana bilər də. Yəni sən hamısında düşün, onlar qalır və bir yerdən sonra artıq sən düşünmədən yorulursan, hərəkət eləmək belə istəmirsən. Artıq elə yerə gəlirsən ki, sorğulamaq belə istəmirsən, düşünmək belə istəmirsən ki, problem hardadır. Orada çıxmaq daha da çətinləşir. Nəinki 5-6 artıq fayl varsa, açıq var, onu bir yerə qoymalısan. Tullanmalıdırsa atmalısan və yaxud da hələ indi istifadə eləmirsənsə biraz gözündən uzağa qoymalısan. Elə problem var ki, sən onu indi həll eləyə bilməzsən. Yəni, məntiqlə bu düzgün deyil. Ya da onu tək həll eləyə bilməzsən, mütləq kömək almalısan. Kömək ala bilmirsənsə, kömək alacağın vaxtı planlaşdırmalısan. Yəni, sən hər şeyi indi həll eləyə bilmərsən və elə bir dönəmdə yoxdur ki, sənin ümumiyyətlə heç bir problemin olmasın və hər şey qaydasında super olsun. Yəni, elə bir şey yoxdur. Təəssüf. Ümid edirəm faydalı oldu. Çox qısa da olsa bunu demək istədim. Çünki özümdə bunu aydınlaşdıranda mənim üçün həyat daha yaxşı hiss elətdirirdi ən azından və qarşında bir yol var idi. Bəlkə bu sənin üçün də belədir. Özünə qarşı dürüst ol, hər şey yaxşı olacaq.